Gənc olanda internetdə müxtəlif insanları dinləyirdim. Mobil telefona çıxışım var idi. İnternetim, YouTube'um və hər şeyim var idi. Bir növ yanlış rəhbərlik alaraq həyatımın bir çox ilini boşa verdim. Mənim nailiyyətim üçün çox böyük ağrı və çoxlu əziyyət çəkdim. Amma başqalarının bununla üzləşməsini istəmirəm. Bunun səbəbi mən bu YouTube kanalını açmağı qərar almışam ki, dünya üzrə ruhsal axtaranlara səyahətlərində kömək edə bilim və sizin də mənim keçdiyim şeyləri yaşamağınızı istəmirəm. Siz mənim nailiyyətim üçün nələrdən keçdiyimi təsəvvür belə edə bilməzsiniz. Beləliklə, videolar paylaşacağam. Bilirsiniz, bu mənim kamerada ilk dəfəmdir. Beləliklə, əgər hər hansı bir şübhəniz, sualınız varsa, əlaqə saxlayın. Bununla sizə kömək etmək üçün əlimdən gələni edəcəyəm.